Efirimiz davam edir, əziz tamaşaçılarımız. Az əvvəl sizə anons eləmişdik ki, müharibə mövzusunda yazılan əsərlər yetərli qədər təsirlidirmi? Yetərli qədər vətəndaşlarımızın, gələcək nəslimizin beynində o tarixi emosional məsələləri formalaşdıra bilirmi? Bütün bu məsələləri biz efirimizin qonağı, yazıcı publisist, prezident mükafatçısı, Yazıcılar Birliyinin əməkdaşı, eyni zamanda da 13 kitab müəllifi, hansı ki bu kitabların arasında müharibə mövzusuna həsr olan kitablar da var. Südabə Sərvidir qonağımız. Südabə xanım, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Şadıq Təşəkkür sizi edirəm. görməyə. Çox sağ olun. Onunla başlayaq ki, Azərbaycan ədəbiyyatında hərbi vətənpərvərlik mövzusunda tarixən necə təqdim olunub və bu xətt klassik və müasir ədəbiyyatda kifayət qədər güclüdür ölkəmizdə, yoxsa müəyyən boşluqlar var? Əslində müəyyən boşluqlar var, çünki bu elə bir mövzudur ki, bu bizim tariximizdir və bu haqda nə qədər çox yazılsa, nə qədər çox təbliğ edilsə, həm gələcək nəsil, həm indiki nəsil, həm keçmiş nəsil daha çox bilərdilər. Amma mənim araşdırmalarıma və müşahidələrimə görə, məsələn, 200 ildir bizim xalqa qarşı olan deməli, ermənin və onların havadarlarının bu haqsız yerə soyqırımı və gətirib sonda 44 günlüyə nəticələndi. Torpaqlarımız işğaldan azad oldu. Əslində bu çox əvvəlin bizim patoloji yaradır. Sağalmaz bir yaradır və təbii ki bu klassik yazarlarda da Məhəmməd Səid Ordubadi, yəni o verilib. Ancaq ondan sonra gələnlərdə əsasən müharibə mövzusudur 41-45. Amma bizim öz yaramız var axı. O yara hansı ki onun haqqında mütləq yazılmalıdır. Çox təəssüf 70 il biz Sovetlər İttifaqında yaşadığımıza görə bütün o bizim keçmişimizi bizə, hətta türk sözünü belə yasaq olunduğu bir zamanda biz o kitabları yaza bilməmişik. Yazanlar da yazıb sandığa atıblar və 90-cı illərdə onları üzə çıxardıblar. Bizim çox yazıçılarımız var, o mövzuda yazıblar və bugün də var. Südabə xanım, mənə maraqlıdır, sizin müharibə mövzusunda yazdığınız kitablar hansı məqamlara toxunmusunuz? Tamaşaçıda hansı hisslərin oyanmasını istəmişsiniz? Bəli, əslində yazıcı o zaman güclü əsər ortaya qoyur ki, o yazıcı olanları öz beyninin süzgəcindən keçirilir, təxəyyülü və müşahidə qabiliyyəti onun güclü olur və o hissləri, ağrı, acıları yazıcı özü yaşayır. Və mənim müharibə mövzusunda ən güclü əsərim Ağrıların Kölgəsi. Deməli, əsərin qəhrəmanı 1918-ci ildə 7 yaşında olub və 95 yaşında rəhmətə gedib. Mən şəxsən onunla görüşmüşdüm, əslən Şamaxıdan və Şamaxıda bilirsiniz 18-ci ildə çox böyük qırğın olub. Şamaxıya 2 dəfə ən böyük hücum olub. Və o hücumun nəticəsində dağlıq ərazidə yerləşən ermənilər gecə səhər top atəşinə ayılan əhaliyə birdən-birə mərmi yağdırıblar və o qədər böyük bir qırğın olub ki, bunu yəni sözlə ifadə etmək çətin deyil. Və belə bir vaxtda balaca Fəxrəddin, 7 yaşlı Fəxrəddin, onun gözünün qabağında hamilə anasının, hansı ki orada o qaçan vaxtı uşağı dünyaya gətirir vaxtından əvvəl, həyəcandan və arxadan erməni daşnaqları çatıb uşağı süngüyə keçirdirlər və bütün bunlar balaca Fəxrəddinə çox pis təsir edir. O qaçıb daşın dalında gizlənir və sonradan həmin sözü müəllifə, yəni mənə o əhvalatı danışacaqdır. Və onun ən böyük arzusu o idi ki, dedi mən görmərəm, torpaqlarımız işğaldan azad olsun. Və həmən kitabda Dəniz xanım nədən bəhs eləyir? Deməli, bizim 200 illik o dövrdən başlayaraq sonu gəlib çıxır məhz bu 44 günlüyə. Və 44 günlük necə oldu bu qələbə qazanıldı? Bax, oradan başlayır əvvəli. Əslində gözəl ki, əvvəli məhz oradan başlayıraq. Bəli, əvvəli oradan başlayır. Bəli, 1805-7, sonra keçirik 1870, 1905-7 böyük qırğınlar olub, sonra 1918 və üstəlik 1948-51 cəmaatın köçürülməsi, deportasiya və üstəlik 88-ci illər. Və bütün bunlar millətin genofonduna da çox böyük təsir vurubdur. Oğullarımız qırılıb, insanlarımız şəhid olub və bunu yazıcı qələm almalıdır. Bir də bir şey deyim, Ağrıların Kölgəsi ilə bağlı
bizim dəyərli xalq artistimiz Rasim Balayevin bir xatirə var. Əvvəla mən onu demək istəyirəm ki, millətimizin başı sağ olsun. Çünki Rasim Balayev elə bir sənətkar idi ki, onunla sanki mən deyərdim, tanıdığım bir adam kimi ondan dəfələrlə müsahibə götürmüşəm. Və o kitabın təqdimatında, Yazıçılar Birliyində Rasim müəllim, indiki kimi yadımdadır, 23-cü il oktyabrın 17-si Füzulinin işğaldan azad olan günü idi və mən Rasim müəllimə zəng elədim. Baxmayaraq ki, ayağı ağrıyırdı, ayağına iynə vurdurub, özdə həmin gün hava çox dəhşətli külək idi. O həmən tədbirə gəldi və o kitabı oxudu. 2 gün sonra mənə zəng elədi ki, sən məni ağlatdın. Bu qədər təsirli 2 dəfə dedi, sən məni ağlatdın. İnan, mənim indi özümü ağlamaq tutur. Çünki Rasim Balayev elə bir insan kimi də insan idi. Yəni, özü də o müsahibələrinin birində deyirdi ki, mən öləndən sonra gərək məni çəkələr. O çəkilmək istəyirdi Dəniz xanım. Nə qədər rolları. Yəni, mövzudan kənar da olsa, əslində bu da mövzudur. Bilirsiniz? Çəkilmək istəyirdi, amma yanımçıq qaldı. Allah rəhmət eləsin Rasim müəllimə. Həqiqətən də dəyərli sənətkarımız idi. Bilirsiniz, Südabə xanım, sizin bu kitab, öz yazdığınız kitab haqqında danışmağınız və burada bu ideyasından haqqında, məzmunu haqqında danışmağınızda bu məni ən çox cəlb elədi ki, bu real hadisələr əsasındadır. Bu insan haqqındadır ki, sanki 18-ci illə 20-ci illərə qədər bir körpü kimi idi. Hər bir anı, hər bir addımı görmüş və çox sağ olun ki, bunu yazmışsınız. Bir məqam maraqlıdır ki, məsəl üçün həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində, aprel döyüşləri zamanı nə qədər 44 günlük haqq savaşımızda nə qədər biz qəhrəmanlarımızı tanıdıq. Həqiqi real obrazlar, adı Mübariz İbrahimovu götürək, Polad Həşimovu götürək. Bu insanlar bütün xalqa mənəvi güc verən personajlardır. Allah hər birinə rəhmət eləsin. Fikrinizcə, Azərbaycan dramaturgiyasında bu və başqa obrazlar necə yaranmalıdır? Həmin real personajlar əsasında, yoxsa daha ideallaşdırılmış öz personajlarımız? Bax, bu suala cavab verməmişdən qabaq öncə oradan başlayayım ki, elə o mübarizin qəhrəmanlığından sonra keçdi 2016-cı ildə aprel döyüşləri zamanı. O döyüşlərdə onu da deyim ki, generallığa bir addım qalmış Raquf Orucov şəhid oldu. Bir zabit hələ yetişmir. Məsələn, bizim orada həm də Polad Həşimov da orada iştirak edir. O da sağ qaldı. Amma 4 il sonra müharibəyə az qalmış Polad Həşimov da şəhid oldu. Bax, bunlar açdılar. Və ondan da əvvəl 1-ci Qarabağ. Onları bugün adını çəkməmək günahdır. Həm 1-ci Qarabağ şəhidləri, həm qazilərimiz. Çünki o yolu oradan açdılar. Qaldı ki, sizin sualınıza bəli. Mən düşünürəm ki, bu haqda çox yazılmalıdır və məhz dram əsərləri mütləq tamaşaya qoyulmalıdır. Çünki niyə? Ona gedirsən, baxırsan, o anları yaşayırsan. Məsələn, biz vaxtı ilə getmişik, baxmışıq, onlardan maariflənmişik və üstəlik o bizim şuurumuzda da iz buraxıb. Bilirsiniz, hər bir yazıcı elə bir əsər yazmalıdır ki, yenə dediyim kimi, onu tərpətməlidir oxucunu. Məsələn, indi çox şairlər şəhidlər haqqında şeir yazırlar. Baxırsan, əziyyət çəkib yazırlar, amma tərpətmir insanı və yaxud hər hansı bir. Ondansa mən düşünürəm, mən təklif verirəm, hekayə yazsınlar. Hekayə dünya janrında, dünya ədəbiyyatında çox yayılmış bir şeydir. Məsələn, biz elə klassiklərimizdən Haqverdiyevin hekayələrini, Mirzə Cəlilin hekayələrini oxuya gəlmişik. Və ona görə də görürsünüz, onların da əsərlər dram əsəri olaraq səhnələşdirilib. İllər sonra, Sovet dövründə, elə indi də. Ona görə düşünürəm ki, mütləq yazılıb və var, yazan var. Mən məsələn tanıyıram, ancaq müraciət də eləyiblər, deyəsən Mədəniyyət Nazirliyindədir, senarilər də var. Məsələn, Anar müəllim elə Rasim Balayev haqqında 3 ssenari yazıbdı və deyim da sizə, orada da Rasim Balayev özünü baş rolda görürdü. Cəfər Cabbarlı haqqında elə buradan bu efirdən istifadə edeyim, onu deyim. Həsən bəy Zərdabi haqqında Yazıçılar Birliyinin sədri Anar müəllim yazıb. Niyə çəkilməsin? İnşallah ki, çəkirsiniz. Südabə xanım, gəldiyiniz üçün çox sağ olun. Çox sağ olun ki, bölüşdünüz həm öz kitabınızın ideyası ilə bağlı, həm öz fikirlərinizi təşəkkür edirik. Mən buradan üzr istəyirəm. Bakı TV-nin
bütün rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bu televiziya kanalı mənim çox izlədiyim kanaldır. Ona görə ki, şoulardan uzaqdır, ciddi kanaldır. Təşəkkür edirik. Həmişə sevə-sevə izlədiyim kanaldır və sizə də ayrıca xüsusi təşəkkür edirəm. Təşəkkürlər sizə baxanım. Əziz tamaşaçılarımız, efirimizin qonağı yazıcı, publisist, prezident mükafatçısı, eyni zamanda da həm müharibə mövzusunda, həm də digər mövzularda 13 kitab müəllifi, Yazıçılar Birliyinin əməkdaşı Südabə Sərbi idi. Bizim isə bugünlük efirimiz sona çatır, bu həftəlik efirimiz sona çatır. Xoş həftə sonu, növbəti həftə görüşmək ümidi ilə. Sağ olun.